Sahələri S1 və S2, perimetrləri P1 və P2 olan iki oxşar çoxbucaqlılar S1 bölünsün S2 bərabərdir 4-ün 9-a nisbəti və P1 plus P2 isə bərabərdir 200 olarsa P1-i tapın. Sayıların nisbəti oxşarlıqda bilirik ki, K-nın kvadratına bərabərdir, homotet əmsalının və P1-in P2-yə nisbəti isə K-ya bərabərdir oxşarlıq əmsalının özünə. Buradan K-nı tapa bilərik, yəni K-nın kvadratı 9-da 4-dürsə, K da bərabər olacaq 3-də 2-yə. P1-in P2-yə nisbətini K olaraq qeyd etsək, P1 bölünsün P2 bərabərdir 3-də 2. Yəni P1-i 2x ilə, P2-ni isə 3x ilə işarə etsək, bunların cəmi 200 olduğu üçün 5x bərabərdir 200 və x də bərabərdir 200-ü 5-ə bölsək 40 düşər. Və P1 lazımdır. P1 bərabərdir 2K olduğundan 2 vurulsun 40, yəni 80 alarıq.